Salam əziz şagirdlər, 6.2 əsaslar bölməsi iş dəftərindən suallara baxaq. Deməli, burada deyir ki, əsaslar nəyə deyilir? Bir əsas nümunəsində əsasın tərifi və tərkibini əlaqələndir. Əsas nəyə deyilir? Əsas metal və ya amonium ionuna birləşmiş hidroksid qruplarından ibarət olan birləşmələrə əsaslar deyilir. Metal və ya NH4, yəni amonium ionu. OH-ın sayı əsasın metalın valentliyindən asılıdır. Yəni biz valentlik bölməsini sizlərlə keçməmişik, ancaq mən öz şagirdlərimə izah vermişəm. Ona görə onlar bilirlər artıq metalın valentliyi nə deməkdir. OH-ın sayı, deməli belə deyək, metalın valentliyi OH-ın sayına bərabərdir. Və yaxud da biz oksidləşmə dərəcəsini keçmişik. Yəni metalın oksidləşmə dərəcəsinə bərabərdir deyirik. Məsələn, metal kalsium müsbət 2-dir. OH-ın sayı da deməli 2 ədəd olacaq o zaman. Çünki müsbət 2. Məsələn, alüminium müsbət 3-dür. Deməli, alüminium OH-dan 3 dənə olmalıdır. Ümumiləşdirsək, əsaslar nəyə deyilir? Metal və ya amonium ionuna birləşmiş OH qruplarından ibarət olan birləşməyə əsas deyilir. Əsasların adını və formulunu yaz. Kalsium hidroksid və ya sönmüş əhəng, deməli bildik bunu. Dəmir 2 hidroksid, xrom 3 hidroksid, litium hidroksid, mis 1 hidroksid, amonium hidroksid. Bunu valentlik dərsi keçdiyim şagirdlərə belə izah edirəm ki, əgər metalın sabit valentlidirsə, onda metalın adı və hidroksid sözü işlənir. Yox, əgər dəyişkəndirsə, metalın adı, valentliyi, sonra hidroksid sözü işlənməlidir. Yəni belə deyək də, əgər birinci A qrupudur, birinci A qrupu, yəni əsas, ikinci A qrupu elementləridirsə, yəni A qrupu elementləridirsə, birinci A qrup və ikinci A qrupdursa, onların deməli deyərkən metalın yanında artıq onun neçə dənə hidroksid olduğunu deməyə ehtiyac yoxdur. Deyirsən metal hidroksid və ya ikinci A qrupda kalsium hidroksid. Artıq digər əlavə yarım qrupdursa, orada mütləq sayını demək lazımdır. Məsələn, burada xrom 3 hidroksid. Yəni dəyişkən valentlərdə deyilir, sabit valentlərdə deyilir. Mis bilirsiniz ki, birinci, ikinci A qrup elementi deyil. Ona görə deyilməlidir. Mis, yəni adını yazası olsaq deyirik ki, mis 1 hidroksid. Aydın oldu. Və amonium hidroksid tarixi adı olacaq naşatır spirti. Naşatır spirti. Aha, sonra davam edirik. Kalium hidroksid. Kalium birinci A qrup elementidir. Bilirsiniz ki, orada artıq valentliyi, yəni belə deyək, oksidləşmə dərəcəsini deməyə ehtiyac yoxdur. Dəmir 3 hidroksid. Burada formulu yazırıq, üzr istəyirəm. Kalium hidroksid, dəmir 3 hidroksid, alüminium hidroksid, alüminium hidroksid, mis 2 hidroksid, mis OH-dan 2 dənə yazırıq. Natrium hidroksid, natrium OH. Xrom 2 hidroksid, xrom OH-dan 2 dənə. Bax belə. Bəzi əsaslar suda həll etdikdə elektrolit dissosiasiya edilir. Bəli. Kalsium hidroksidin elektrolit dissosiasiya tənliyini yazaq. Kalsium hidroksid. OH sayının aslı olaraq, deməli, dissosiasiya edən əsaslar OH sayından aslı olaraq dissosiasiya mərhələsi müəyyən olunur. Deməli, burada 2 dənə hidroksid qrupu gördüyümüzə görə, yəni 2 turşulu əsasdır. Ona görə 2 mərhələdə dissosiasiya eləyəcək kalsium hidroksid. Bax, birinci bu hissə ayrılır, 1 OH çıxır, mənfi. Sonra kalsium OH müsbət, yenidən dissosiasiya eləyir, kalsium müsbət 2 və OH mənfi. Ümumilikdə deyəsə olsaq neçə ion əmələ gətirir? Sayına baxmaqla artıq müəyyən eləmək olar. Baxın, deməli, əsası metal hissəsi onun kationu, OH sayına görə isə, OH hissəsi isə onun anionudur. Metaldan bir dənə görürəm, ona görə deyirəm ki, 1 kation. OH sayına görə də müəyyən edirəm ki, 2 anion əmələ gətirir. Cəmi neçə ion əmələ gətirir? Deyirik 3 ion əmələ gətirir. Yəni salda yoxdur, mən əlavə izah kimi dedim. Kalium hidroksidin elektrolit dissosiasiyası, kalsium hidroksidin elektrolit dissosiasiyası nə ilə fərqlənir? Gəlin kalium hidroksidi də elektrolit dissosiasiya eləyək. Bu bir turşulu əsasdır, ona görə bir mərhələdə dissosiasiya eləyir. Kalsium hidroksiddə isə 2 mərhələdə dissosiasiya eləyirdi. Bu bir mərhələdə dissosiasiya eləyir. Neçə ion əmələ gətirir? Cəmi 2 ion əmələ gətirir. Kalsium hidroksid isə 3 ion əmələ gətirirdi. Bax belə, fərqləri budur. Uyğunluğu müəyyən edilir. Bir qabda işıq yanır, digər qabda isə yanmır. İndi uyğunlaşdıraq. Kalsium hidroksid güclü, deməli, belə deyək də, elektrolitdir. Ona görə 2-yə A-nı əlavə edəcəyik. Alüminium hidroksid. Alüminium hidroksid, deməli, elektrolit deyil. Biz ona kolloid məhlul deyəcəyik və ya yəni heterogen sistem hələlik elə deyə bilərsiniz. Kolloid əmələ gətirir, yəni suda həll olmur, dissosiasiya eləmir alüminium hidroksid. Ona görə 1-ə B-ni əlavə edəcəyik. Dəmir 2 hidroksid. Dəmir 2 hidroksid çöküntüdür, suda həll olmur, suspenziya əmələ gətirir. Ona görə
çöküntülər, yəni suda həll olmayan əsaslar belə deyək də qeyri-elektrolitdir. Qeyri-elektrolitlər isə lampanı yandırmayacaq sözsüz ki, ona görə C aid olacaq. Litium hidroksid isə qələvidir. Bunlar işıqda belə deyək, işığı yandıracaq, lampanı yandıracaq. Ona görə olacaq deyilən, yəni elektrik cərəyanı keçirəcək. Ümumiyyətlə bizim müəllimimizin də mənə öyrətdiyi kimi sizə öyrədim. Vüqar müəllim mənə öyrədib bunu. Ləman, Çingiz, Rembo kinosuna baxmağı sevir cana. Hələlik bura kimi bilin. Bax bu metalların gərgin hissəsi var. Sonra buradan davam edir. Mağazadan aldım, deməli mandarin, zənbil, cırıldı və s. belə davam edir. Felconin və s. İndi bir ara onu tam şəkildə sizə göstərərəm. Amma indi bizə lazım olan hissə lazımdır. Baxın, burada neçə dənə metal görürsünüz. Ləman, Çingiz, Rembo kinosuna baxmağı sevir cana. 8 dənə metal görürük, düzdür? Bax bu 8 metalın hidroksidləri, OH-lı birləşmələri dissosiasiya eləyir, elektrolitdir. Qalan heç bir, burada gördüyünüz metaldan başqa bir metal görsəz, bilin ki, o çöküntüdür. Deməli dissosiasiya eləmir. Suda dissosiasiya eləməyəcək. Yəni qeyri-elektrolit məhlullar əmələ gətirəcək, belə deyək də, qarışıqlar əmələ gətirəcək, onlar suspensiyalar, çöküntülər əmələ gətirəcəklər. Bax, yalnız və yalnız belə. Və yaxud da deyə bilərik ki, 1A və 2A qrup elementləri qələvi əmələ gətirir. Qələvlər yalnız suda həll olur. Suda həll olanların adı nədir? Qələvi. Bundan başqa, 1A2-dan başqa hansı metal görsəz, lampa yanmır götürürsünüz. Yəni qeyri-elektrolit dissosiasiya eləmir götürürük. Davam edirəm. Sonra burada davam edirik. Deyir ki, suda neytral mühitin olduğu sənə məlumdur. Bəli, qələvlər suda həll etdikdə bu mühit dəyişir. Sözsüz ki, bu zaman hansı mühit yaranır? Qələvi mühit yaranır. Qələvi. Yəni əsasi mühit yaranır. Belə deyək, əsasi mühit yaranır. Bu iyonlar, hansı iyonların? OH iyonlarının hesabına baş verir. Davam edirik. Bu mühiti necə müəyyən etmək olar? Universal indikatorlar əsasi mühitdə göy rəngə boyanır. Göy. Deməli, lakmus kağızı da göydür. Metil-oranj çəhrayıdır. Buraya yazaq çəhrayı. Fenolftalin sarı. pH isə 7-14 arası dəyişir. 7, yəni pH 7-yə bərabər olanda bu neytral mühitdir. Əgər pH deməli kiçikdir 7-dən, bu deməli belə deyək də tuş mühitdir. Əgər pH böyükdür 7-dən, deməli bu əsasi mühitdir. Kimyəvi stəkanlardan birinə müəyyən miqdar distillə suyundan barium hidroksid, distillə suyunda barium hidroksid, digərinə isə kalium hidroksid, deməli belə deyək də əlavə olunur. Məhlullarda iyonların sayı, deməli turşu molekulları suda, burada səhv yazıblar, əsas molekulları suda tam elektrolitik dissosiasiya eləyir, iyonların sayı bərabər olur, yaxşı. Birinci barium hidroksid dediyinə görə yazıram, deməli barium OH ikinci A qrup elementidir, 2 valentlidir, dissosiasiya eləyirəm barium OH, birbaşa yazaq, ya da qoy mərhələli yazım, eybi yox, deməli bura müsbət, mənfi, yenidən barium OH, dissosiasiya eləyir, bura müsbətdir, barium müsbət 2 və OH iyonlarına. Yəni, bir kation, barium kationu və 2 dənə OH anionu əmələ gətirir. Cəmi 3 iyon əmələ gəlir. İndi isə kalium OH-a baxaq. Kalium OH isə kalium OH. Dissosiasiya eləyir kalium kationuna, yaza bilək, aha, və OH anionuna. Yəni, 2 dənə iyon əmələ gəldi, bir mərhələdə dissosiasiya elədi. Bizə deyir ki, məhlulların, iyonların sayı bərabər olsun. İyonların sayı bərabər olması üçün, baxıram ki, burada cəmi neçə iyondur? 3 iyondur. Burada isə cəmi 2 iyondur. Kationun və anionun sayına baxanda, deyirəm ki, burada 1 kation, 2 anion var. Burada isə 1-in 1-ədir. İndi bərabər eləmək lazımdır da. Onda deyirik ki, buranı 1,5 mol götürsək, yəni kalium OH-ın öz molekul sayını 1,5 mol götürsək, cəmi 3 iyon əmələ gəlir. Çünki görürəm ki, 1-ə 2 iyon əmələ gəlir, 1,5-ə isə 3 iyon əmələ gəlir. Bu məhlullarda olan ümumi iyonların sayı nisbətini deyir. Məhlullarda olan iyonların sayı nisbəti. Tamam. 3 iyon buradadır, 3 iyon da buradadır. Yəni verilmiş, belə deyək də, şərtə əsasən desək, iyonların sayı bərabər olur. Bax, bu şərtə əsasən desək, bəli, iyonların sayı nisbəti belədir. Molekullarının sayı nisbətini soruşsaydı əgər, yəni əsas, onda deyərdik ki, məsələn, barium OH neçə mol götürülür? Barium OH ilə 1 mol. Bəs kalium OH, o isə 1,5 mol götürürük. 1,5 mol götürürük, ona görə ki, bizə şərt qoyub axı, deyir ki, iyonların sayı bərabər olsun. Ona görə kalium OH-ı 1,5 mol götürürük. Lakin bizdə burada iyon sayı soruşuna görə elə 3-ün 3-ə götürürük. İfadələri, deməli, Eyler-Venn diaqramında uyğunlaşdırın deyir. Tamam. Baxaq, sülfatdır, digər barium hidroksiddir. Testi açıq biraz oxuyaq. Kationların sayı anionların sayından çoxdur. Kation sayı burada neçədənədir? 1. 1 kation var, barium. Anion sayı burada neçədənədir? 2. 2 OH. Burada kation sayı 2 dənədir, 2 hidrogen. SO4 isə turşu balığıdır, anion. İndi mənə deyir ki, testdə kation sayı aniondan çoxdur. Kation sayı aniondan çox olan budur. 1-i yazıram sülfata. Tamam. Anionların sayı kationların sayından çoxdur. Burada isə aid olacaq, deməli 2 barium hidroksidə.
Hər iki mərhələdə dissosiasiya edilir. Bəli, hər ikisi iki mərhələdə. Çünki bu iki turşulu əsasdır, bu da iki əsaslı turşudur. Ona görə 3 hər ikisinə aiddir. Universal indikator göy rəngdədir. Göy rəng olan deməli əsasi mühitdir. Ona görə bura əlavə edirik. Universal indikator qırmızı rəngdədir. O da turş mühitdir ki, qırmızı rəng verir. Bunu da belə uyğunlaşdırırıq. Sonra gəlirik 6-cı sualda. Dissosiasiya zamanı aşağıdakı kimi ionlar əmələ gəlir. Baxın, müsbət belə deyək də, kation və belə və mənfi anion SO4 mənfi 2. Aha. Əmələ gətirir. Dissosiasiya zamanı aşağıdakı kimi ionlar əmələ gətirir. Burada isə müsbət kation deyir. Məsələn, barium müsbət 2, OH-dan da mənfi olmalıdır. Amma burada H2SO4 mən elə bilirəm yuxarıdakı suala aiddir. Yox, biz burada elə bir xlor anion yazmalıyıq ki, ora uyğun gəlsin. Məsələn, xlor. Məsələn, HNO3. Burada da müsbət 1, mənfi turşu qalığı var. Belə yaza bilərik. Burada isə məsələn kalsium müsbət 2, OH-dan mənfi, yəni yenə də gördüyünüz kimi neçə dənədir? Baxaq, deməli bax, hər mənfi 2-yə 2 dənə OH düşməlidir. Gəlin baxaq. Baxın, məsələn, hər müsbət 2, məsələn bax, neçə dənə kation var? 1, 2, 3, 4, 5. Düzdürmü? 5 dənə kation var. Üzr istəyirəm, 4 dənə kation var. Hər kationa OH sayı neçə dənə düşməlidir? 2 dənə. Barium OH-dan 2 dənə. Hə, onda baxaq. Əgər 4 dənədirsə 8 dənə anion olmalıdır. 1 2, 3, 4, 5, 6, 7, 8. Bəli, buna biz barium OH-dan və kalsium hidroksid yaza bilərik rahatlıqla. Burada isə neçə dənə anion var? Görürsünüz, 1, 2, 3, 4, 5. 5 dənə anion var. 1, 2, 3, 4, 5 dənə də kation var. Elə H-xlor, HNO3 nümunələrini göstərə bilərik. Məsələn, H2S göstərə bilmərik. Niyə? Çünki axı burada turşu hissə qalığı, daha doğrusu turşu qalığı anion hissə mənfi 2-dir. Belə olmalıydı. Yəni mənfi 1 yox da mənfi 2 qoyulmalıydı ora. Yoxdur elə bir şey. Ona görə cavab deməli turşu qalığını üzəri mənfi olan, yəni mənfi 1 olan variantları götürə bilərik. Yaxşı. Gəlirik indi əsasların tətbiq sahələri. Natrium hidroksid bərk sabunun tərkibindədir. Bərk sabunun tərkibindədir. Davam edək. Naşatır spirti bilirsiniz ki, amonium hidroksiddir. Ürəyə gedən bayılmış insanları oyatmaq üçün istifadə olunur. Litium hidroksid bateriyalarda tətbiq olunur. Kalsium hidroksid də bilirsiniz ki, sönmüş əhəng ağaclara vurulan o ağ maye. Bu qədər iş dəftərimiz hələlik. 6.3 turşu və əsasların ümumi alınma reaksiyaları isə növbəti videoda.